Deməli bir xanım deyir ki, maşınım işə düşmürdü küçədə, qonşuluqda. Bir oğlan gəldi, şəxsi tanışlığımız yoxdur. Sadəcə məni tanıyırdı, mən də üzdən tanıyırdım. Xanım nə olub? Deyim, maşın işə düşmür. Hə, narahat olmayın, narahat olmayın. Gəldi, qurtdaladı, maşını işə saldı. Maşını işə saldı. Çox sağ olun, təşəkkür edirəm. Yox, dəyməz, dəyməz. Üstündən 2 gün keçdi, qapı döyüldü. Gördüm, oğlan gəlib. Xanım, bağışlayın, maşınınızı 1-2 saatlıq verə bilərsiniz, falan yerə gələdim. Mənə lütf eləyib, baxa, 2 gün bundan qabaq. Qaldım belə. Mənə 10 dəqiqə kömək eləyib, maşını 2 saatlıq istəyir. Deyir, götürün, buyurun. Məcburam da, qarşılıq qanunu. İnsan psixologiyasıdır. Apardı, deyir, maşını əzdi. Qarşılıq qanununda o qədər güc var ki, bəzən balansda pozulur. Amma yenə də deyirsən ki, problem yoxdur da. Verməlisən, eləməlisən də, sənə eləyib, baxı. İndi sual. Bu axırda gələcək bu sual. İndi verim, tez keçək. Necə edim ki, kursoka keçməyim? Necə edim? Cavab. Bacarırsansa, ki bacarmırıq, 90, yaxşı ki bacarmırıq elə. Elə həyat olar. Həyatdır da. Sən əvvəldən o hədiyyəni qəbul eləmə də. Bacarırsan ki, kursoka keçməyəsən. Qəbul elədin ki, vəssalam. Artıq sən də eləməlisən, qarşılıq verməlisən. Niyə biz qarşılıq veririk, məcbur? Çünki ağırlıq eləyir bizə. Ağırlıq eləyir. Yükümüz yüngülləşmək istəyirik. İstəyirik yükümüzü yüngülləşdirək. Elə ki, qarşılıq verdi, ah, nə rahatam. Şükür Allaha.